Vaxtınız xeyir olsun dəyərli izləyicilər. Elmlər metrosunun yanında yeni tikili binadan möhtəşəm bir mənzil təqdim edəcəm. Bu mənzilin 320 kvadrat teras sahəsi var. Həmən teras sahəsinin də sahibi həyət evinə lazım olan bütün şəraiti yaradıb. Şəhər mərkəzində mənzil alırsınız, həm həyət eviniz olur, həm də 3 otaqlı mənziliniz. Mənzil kupçalı bir mənzildir, ipotekaya yararlıdır. Həyətyanı sahəsi ilə ilk olunca sizi tanış eləyim. Şəhərin dörd bir tərəfinə panoraması var, həyətində jacuzzisi var, gördüyünüz kimi. Buranı həm alıb kiriyə verə bilərsiniz, həm də yaşamaq üçün çox ideal bir variantdır. Qiyməti də çox münasib qiymətə satılır. Gəlin sizə panoramasını göstərim. Buradan birbaşa Yasamal gölünə və Yasamal parkına birbaşa panoraması var. Dəniz də görsənir. Şəhərin ən gözəl yerində Mətbuat prospektində yerləşir. Buradan da Elmlər metrosuna 6-7 dəqiqəlik məsafədədir. 17 mərtəbəli binanın 17-ci mərtəbəsi və liftdən çıxırsınız, bir mərtəbə yuxarı qalxırsınız. Gördüyünüz bu tikilinin də üstü, ümumi sahəsi 157 kvadratdır, kupcalıdır, bütün tam əşyalıdır, tam təmirlidir və üzərisi də betondur. Gördüyünüz bütün avadanlıqlar, əşyalar hamısı qiymətə daxildir. Qiymət isə çox münasib qiymətə satılır. Qiymət aşağıda qeyd eləyəcəm. Demək olar padmaya qiymətinə satılır. Bax, buradan da qapısı var. Oranı sizə içəridə göstərəcəm. Blokdan birbaşa terasa daxil ola bilərsiniz. Keçək sizə digər sahələrini göstərim. Həyətində manqalisi, samavarı, hər bir şərait yaradılıb. Buralar da qazon sahələridir, çox səliqəlidir. Evin də bütün otaqlarının hamısından terasa çıxa bilərsiniz. Burada da şəlaləsi var, gecə vaxtı görünüşü çox gözəl olur. Burada gördüyünüz işıqlar hamısı günəş panelindəndir. Yelləncəkdir, stol-stoldur, hamısı deyilən qiymətə daxildir. Burada da əlavə olaraq bir sahə, otaqlardan görürsünüz, bütün otaqlardan terasa çıxa bilərsiniz. Gəlin manqal olan sahəsini də sizə göstərim. Tam şəraitlidir, samavarına kimi var və gördüyünüz bütün əşyalar da hamısı qiymətə daxildir. Bütün sistem hamısı hovuzun və içəridə olan jacuzzinin sistemi də hamısı motor sistemi ilə quraşdırılıb. Mənzilimizin daxilidir, qonaq otağıdır. Qonaq otağı da tam təmirli, əşyalıdır. Bütün əşyalar hamısı deyilən qiymətə daxildir. Bütün otaqlarda kondisioner quraşdırılıb. Dediyim kimi, bütün otaqlardan da teras sahəsinə çıxışı var. Gəlin keçək koridor hissəsinə. Ümumi hamam otağını gəlin sizə göstərim. Hamamlar hamısı istip oldu. Kombi sistemidir mənzildə. Sənəd isə kupçadır. Bu hissədən daxil oluruq mətbəxə. Mətbəx sahəsi də genişdir. Hal-hazırda 3 otaqlı kimi təmir olunub. Ancaq istəsəz buranı bölüb 4 otaq kimi də təmir edə bilərsiniz. Burada gördüyünüz bütün avadanlıqlar, mətbəx mebeli yığılıb, qabyan, paltaryan, soyuducusuna kimi, televizoruna kimi quraşdırılıb. Keçək sizə digər sahələri göstərdim. Burada